Dost İnklusiv İnkişaf və Yaradıcılıq Mərkəzində, eləcə də filiallarında benefisiar sayısı 292 nəfərdir. Bunu mərkəzin direktoru Ennara Ənsari qurumun ötən ilin yekunlarına həsr olunan mətbuat konfransında dedi. Onun sözlərinə görə benefisiarlardan 175 nəfəri mərkəzdə, 71-i Qarabağ Dostevi şöbəsində, 46-sı isə İsmayıllı Dostevi filialında xidmətlərdən yararlanır. 2025-ci il ərzində mən sizə rəqəmləri təqdim etmək istəyirəm. 154 nəfər bizim mərkəzdə, yəni paytaxtdakı olan mərkəzdədir. 34 nəfər İsmayıllı Dostevi filialındadır. 73 nəfər Qarabağ Dostevi şöbəsindədir. İndi hal-hazırda həm mərkəzdə, həm bizim filiallarda ümumilikdə 300 nəfərə benefisiar bizim təlimlərdən yararlanır. Konferansda mərkəzin benefisiarları olan həssas kateqoriyaya aid şəxslərin əl işlərinin satışını təşkil edəcək Dost Art.az pilot layihəsinin təqdimatı oldu. Qanunvericilik aktlarına əsasən mərkəzin benefisiarları olan şəxslərin əl işlərinin həmin platforma üzərində satışı zamanı vergi güzəşti tətbiq ediləcək. Belə ki, onların qazanclarından məcburi dövlət sosial sığorta haqqının tutulmaması, yalnız ödəmə mənbəyindən 2% verginin tutulması nəzərdə tutulur. Həmin platforma vasitəsilə həssas qruplardan olan şəxslərin hazırladıkları əl işləri vahid onlayn platforma üzərindən daha geniş auditoriyaya çatdırılacaq. Mərkəzin bütün fəaliyyət istiqamətləri bu satış portalı üzrə, yəni heç bir benefisiara diskriminasiya olmadan satış portalı üzərindən xidmətlər həyata keçirilə biləcək. Gələcəkdə bu həm foto təlimləri üzrə, həmçinin də rəqs və musiqi vokal üzrə benefisiarların barədə, yəni onlar barədə məlumatı da bu satış portalı üzərindən siz görə biləcəksiniz. Satış portalının ümumiyyətlə yaradılması bizim benefisiarlara bir maddi dəstək kimi, maddi formada biz onlara dəstək göstərəcəyik. Pilot layihəsinin bir il müddətində nəzərdə tutulduğu, gələcəkdə bu platformanın əhatə dairəsinin genişləndirilməsi, ölkə üzrə həssas qruplardan olan digər şəxslərin də bura cəlb olunmasının planlaşdırıldığı vurğulandı.